Gəncədə olan işlərdən bəhs etmək istəyirəm. Mən sizə ilk öncə Gəncədə olan, misal üçün, xadimə işindən bəhs edə bilərəm sizə. 3 dənə işdən bəhs etmək istəyirəm. Misal üçün, bir marketdə keçmiş adı Ümumi olmalıdır. Orada misal üçün, xadimə işi var. 500 manatlıq bir işdir. Həftə içi 5 günlükdür. 9-dan 6-ya kimidir. Əgər siz təmizlik arabaları və təmizlik inventarlarını işləmə bacarığınız varsa, bilmirsinizsə də öyrədilə bilər, yəni narahat olmayın. Azərbaycan dilini öyrənə bilirsinizsə, belə bir işə müraciət edə bilərsiniz. Bundan əlavə başqa işlər də var, amma yəni mən bir qismini sizə bildirirəm. Məsələn, mühafizəçi işi var. Yəni işlər elə ancaq bunlardan ibarətdir deyə düşünməyin yoldaşlar. Sadəcə seçilənə əri mən sizə bildirirəm. Yəni belə deyim, diqqət çəkənlərini sizin nəzərinizə çatdırıram. O demək deyil ki, Gəncədə olan işlər eləcəyim 3 dənədir. Xeyr, elə düşünməyin. Məsələn, mühafizəçi işi var Bravo Student School-da. Orta məktəb diplomunuz varsa və yaxud da ekvivalent təhsiliniz varsa, etibarlı mühafizəçi lisenziyanız varsa 509 manat aralığında belə bir iş var. Sonra mühafizəçi işi orada başqa bir şirkətdə, KFC-də var. KFC Gəncə şəhərində, daha doğrusu Gəncə şəhərində KFC restoranında nəzarətçi işi var. 560 manatlıq belə bir iş də var yoldaşlar. Bu nisbətən az şərti var. Müvafiq vəzifədə 1 ildən az olmayaraq iş təcrübəniz varsa müraciət edə bilərsiniz. Bu işlərdə müraciət etməkdə dəstəksə və yaxud da digər işlərlə də tanış olmaq istəsə, ümumiyyətlə iş tapmanızda çətinlik çəkirsinizsə, onunla bağlı əlaqə vasitəsilə mesaj yaza bilərsiniz. Əlaqə vasitəsi siz bu videonu harda görürsünüz? YouTube-da mı görürsünüz? YouTube-da görürsünüzsə videonun adında qeyd olun. Yox, əgər TikTok-da görürsünüzsə, o zaman bu videonun adının altında Toğrul Əzov sözü var. O sözə toxunaraq Toğrul Əzov kanalına daxil olun. Kanala daxil olduqdan sonra diqqət edin, profildə əlaqə vasitəsi var. Həmin əlaqə vasitəsini götürüb mesaj yaza bilərsiniz.